Yeni il başladı. 2026-cı ildə bürclərin bizə nə pıçıldadığını ilk olaraq burada eşidəcəksiniz. Hər kəsə işıqlı, uğurlu bir il arzuluyuram. İndi isə keçid edək videomuza. Bəzən insanlar həyatımıza elə gəlir ki, onlar söz demədən, sadəcə varlıqları ilə bizi dəyişir. Gedəndə isə sən əvvəlki kimi olmursan. Bəzən düşünürsən, nə baş verdi? Amma cavab yoxdur. Bu video məhz səni dəyişən bürclərdən danışacaq. Və sən özünü bu hekayədə tapacaqsan. Əqrəb. Əqrəblə tanışlıq sakit olur. Amma təsiri dərindir. O səni oxuyur, amma heç bir söz demir. Sənin davranışına baxır. Sənə sual vermir, amma səni dəyişdirir. Yanında olarkən sən özünü diqqətdə aparırsan. Hər sözünü, hər hərəkətini ölçürsən. Gedəndən sonra özünü əvvəllər olduğun kimi hiss etmirsən. Bu dəyişiklik səssizdir, amma qalıcıdır. Oğlaq. Oğlaq yanında səni təcrübə ilə dəyişdirir. Hisslərin gözəl, amma reallıq daha önəmlidir. Onun yanında sən ölçülüsən, diqqətlisən. Gedəndən sonra isə artıq daha az səhv edirsən. Həyatınla daha çox hesablaşmağa başlayırsan. Oğlaq sənə göstərir ki, plan və məsuliyyət həyatın açarıdır. Bəzən bu narahat edir, amma sonradan başa düşürsən, artıq daha az səhv edirsən, daha ölçülüsən. Şir. Şir səni özünlə üz-üzə qoyur. Onun yanında ya parlayırsan, ya da içində susursan. Şir sənə göstərir ki, özünə inanmaq lazımdır. Çünki başqaları sənə bu qədər diqqət ayırmır. Onun yanında sən daha cəsarətli olursan, daha açıq olursan, özündən barışırsan. Amma ən vacibi, şir səni daxildən dəyişdirir. Gedəndən sonra hiss edirsən ki, artıq sən özünü daha dərin, daha güclü görürsən. Qız. Qız bürcü sənə detalların əhəmiyyətini öyrədir. Yanında hər söz, hər hərəkət fərqlidir. Qız gedəndən sonra həyatından daha çox düşünürsən, daha az səhv edirsən. İnsanları daha tez anlaya bilirsən. Qız səni səssizcə dəyişdirir. Amma təsiri qalıcıdır. Artıq hər şeyi fərqli görürsən. Dolça. Dolça sənə öz yolunu tapmağı öyrədir. Başqalarının fikri önəmli deyil. Sən öz yolunu seçirsən. Başlanğıcda çaşqın ola bilərsən, amma sonra anlayırsan ki, özünə daha yaxınsan. Dolçanın yanında sən daha fərqli düşünür, daha az qorxursan, daha çox sınayırsan. Balıq. Balıqlar sənə hisslərin gücünü öyrədir. Yanında sakitlik var, amma təsiri dərindir. Özünü daha çox hiss edirsən, daha çox analiz edirsən. Balıqlar səssizcə dəyişdirir, amma sən bunu sonradan başa düşürsən. Bu, uzun müddətli təsirdir. İndi sənə sual. Səni dəyişən insan hansı bürcdən idi və səndə nə dəyişdi? Bir cümlə yazmağın kifayətdir. Əgər burada danışmadığım bürclərdə varsa, şərhlərdə yazın.
İkinci hissəni məhz buna görə hazırlayacağam. Videonu bəyənib abunə olun. Çünki bu söhbət davam edəcək və hər kəs özünü tapacaq.